Payızın əvvəllərində Azərbaycanın bəzi marketlərində qeyri-adi meyvə apunsiya satışa çıxarılır. Apunsiya Amerika mənşəli kaktus növüdür, lakin dünyanın digər tropik və subtropik bölgələrində də yetişir. Onun oval və yastı formalı budaqlarında tikanlı meyvələr əmələ gəlir və payızın əvvəlində yetişdikcə qırmızı rəng alır. Bəzi ölkələrdə bu meyvəyə tikanlı armud və ya hind ənciri deyirlər. Meyvənin özəyinə çatmaq üçün əvvəlcə onu tikanlarından təmizləmək, sonra qabığında kiçik bir kəsik açmaqla soymaq lazımdır. Meyvənin içi yumşaq olur, çoxlu sərt çəyirdəklər var, lakin onları yemək mümkündür. Apunsiya meyvəsinin dadı ən çox qarpızı xatırladır. Apunsiyanın bir çox faydalı xüsusiyyətlərə malik olduğu hesab olunur. Tərkibindəki lif bağırsaqların fəaliyyətini tənzimləməyə, pektinlər qanda xolesterin və şəkər səviyyəsini nəzarətdə saxlamağa, həmçinin C vitamini və antioksidantlar immun sistemini gücləndirməyə kömək edir.